Əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif Azərbaycan dili 2-ci hissə dərsindən səhifə 88 və 89-dakı olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Fəsil 2. Təbiəti qoruyaq. Çalışma 1-a. Bəzən təbiət haqqında danışarkən ana təbiət ifadəsi işlədirik. Sizcə nə üçün təbiət ana ilə müqayisə olunur? Çünki ana təbiət bizim evimizdir, ailəmizdir. Çalışma B. Mətni oxuyun, suallara cavab verin. Ana təbiətin uşaqlara məktubu. Əziz balalar, bilin və agah olun ki, yer üzündə bütün canlılar mənim balalarımdır. Ona görə də mənə ana təbiət deyirlər. Siz yəqin ki, səhər-səhər güzgüyə baxırsınız və orada özünüzü görürsünüz. Mən də tez-tez güzgüyə baxıram. Bilirsiniz orada nələr görürəm? Meşədə gəzən heyvanları, göydə qanad salan quşları, suda üzən balıqları, yer altında yuva quran qarışqaları. Bəli, bunlar hamısı mənəm, ana təbiət. Yer üzündəki bütün canlılar böyük bir ailədir. Ancaq son vaxtlar bir çox heyvanlar, quşlar mənə şikayət edirlər. Deyirlər ki, insanlar bizi incidirlər, ağacları kəsir, odlu silahlarla heyvanları öldürür, suları çirkləndirib balıqları məhv edirlər. Ola bilsin, bu insanlar bilmirlər ki, həmin canlılar onların bazı qardaşlarıdır. Bəlkə də onlar elə düşünürlər ki, ana təbiət çox böyükdür. Bir neçə canlını öldürməklə heç nə olmaz. Elə deyil. Baxın, sizin barmağınıza kiçik bir tikan batanda çox ağrıdır. Eləmi? Yer üzündə də bir insan kiçik qarışqa yuvasını dağıdanda mənim bədənim də elə ağrıyır. İnsanları başa salın. Deyin ki, mən onların eviyəm. Adam yaşadığı evi çirkləndirməz, bazı qardaşını incitməz. Çünki bu evdən başqası yoxdur və o həmişə sizin olacaq. Balalarına qarşı dərin sevgi və məhəbbətlə ana təbiət. Ana təbiət kimə müraciət edirdi? Uşaqlara. Ana təbiətin şikayəti nə idi? İnsanların təbiətə ziyan vurmaqları, suları çirkləndirmələri, heyvanları öldürməkləri, ağacları kəsmələri. Mətnin ideyasını əsaslandıran abzası müəyyən edin və oxuyun. Yer üzündən bütün canlılar böyük bir ailədir. Ancaq son vaxtlar bir çox heyvanlar, quşlar mənə şikayət edirlər. Deyirlər ki, insanlar bizi incidirlər, ağacları kəsir, odlu silahlarla heyvanları öldürür, suları çirkləndirib, balıqları məhv edirlər. Çalışma C. Şəkillərdən istifadə edərək təbiətin mühafizəsi mövzusunda danışın. Enerjiyə qənaət etməliyik, suna qənaət etməliyik, ağac əkməliyik, tullantıları yerə atmamalıyıq. Çalışma C. Təbiətin mühafizəsi dedikdə təbiəti qorumaq başa düşülür. Biz yer kürəsini qorumalıyıq. Lazımsız yerə enerji istifadə etməməliyik. Həmçinin suya qənaət etməliyik. Bizə lazım olan qədər sudan istifadə etməliyik. Ağac əkib yaşıllığı artırmalıyıq. Ağaclar bizə oksigen verir. Tullantıları yerə atmamalıyıq. Ətraf aləmi təmiz saxlamalıyıq. Əlimizdə zibil olduqda zibil qutusuna atmalıyıq. Çalışma 2A. Verilmiş plan əsasında ana təbiətin uşaqlara məktubunu, quruluşunu şərh edin. Müraciət, özünü təqdim etmə, problemin izahı, ana təbiətin istəyi, sağollaşma. Ana təbiət məktubunda uşaqlara əziz balalar deyə müraciət edir. Ana təbiət özünü təbiətdəki bütün canlılara anası kimi təqdim etmişdi. Ana təbiət insanların təbiətə ziyan vurmasından şikayətlənir. Ana təbiət istəyir ki, insanlar təbiətdə öz evləri kimi təmiz saxlasınlar. Ana təbiət məktubunu uşaqlara sevgi və məhəbbətlə bitirir. Çalışma B. Ana təbiət uşaqlara məktubu hansı məqsədlə yazmışdı? B variantı şikayət etmək məqsədi ilə yazmışdı. Faydalı məsləhət məktub. Məktub müxtəlif məqsədlərlə yazıla bilər. Məlumat vermək və ya almaq üçün, xahiş etmək üçün, təbrik etmək üçün, təşəkkür etmək üçün, duyğularını ifadə etmək üçün. Siz bu faydalı məsləhəti oxuyaraq məktubun yazılma qaydasını öyrənmiş olarsınız. Bugünkü tapşırıqlarımız isə bu qədər. Növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.